Bismillahirrahmanirrahim. Və bihi nəstə'in, innehu xeyr nasirin və mu'in. Selamun aleyküm əziz və dəyərli izləyicilər. Sizi namaz dinin sütunu verilişində xoş gördük. Bildiyiniz kimi namaz İslam dinində çox önəmli yer tutur və bəzi hədislərə əsasən namazsız heç bir əməlin qəbul olmaması, namazın dinin sütunu qərar verməsi, bunlar bizlərə onun ən önəmli və əhəmiyyətli məsələsi olmasını çatdırır. Qur'an-ı Kərimin Allah Təbarək və Teala İsra surəsinin 78-ci ayəsində buyurur: "Əqimis salata lidulukiş şəms ilə qasaqil-leyl və Qur'anəl fəcr." Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, sübh, günorta, axşam namaz qılın. Və bu üç vaxtda bizlərə namazın çatdırılması bizim üçün çox önəmli olmasını bildirir. Biz Qur'an-ı Kərimdə və hədislərdə, yəni bizim dini ən üstün mənbələrimiz bu iki mənbə olduğu üçün bundan etibarən silsiləvi olaraq namaz barəsində, namazın əhəmiyyəti, namazın İslamdan öncə digər peyğəmbərlərin və onun ümmətində namazın olması və digər mövzularda, digər bəhslərdə siz dəyərli izləyicilərin nəzərinə çatdıracaq. Bu günləri verilişimiz namazın əhəmiyyəti barəsindədir. Bilirsiniz, İslam dini çox önəm verir, çox əhəmiyyətli bir ibadətin olduğunu bizə çatdırır namazın. Hətta bəzi hədislərdə İslam dini Peyğəmbər sallallahu vasitəsilə namazı bir xeymənin əmuduna, yəni onun dirəyinə və onun əslinə işarə edir. Çünki bilirsiniz, xeyməni onun əsas dirəkləri qoruyub saxlayır. Əgər dirək möhkəm olarsa, o xeymənin mıxları və onun ipi və onun üstünə örtülən hər bir şey möhkəm və davamlı olar. Amma bir xeymənin əgər dirəyi, sütunu zəif olarsa, ya o sınar aradan gedər, ya da ki, möhkəm dayanmaz öz yerində. Odur ki, Peyğəmbər sallavatullahın bu hədisindən biz belə başa düşürük ki, namaz da eynən bunun kimidir. Əgər namaz möhkəm olarsa, dəqiq olarsa, bizim digər əməllərimiz də möhkəm olar. Amma əgər namazımız bizim dəqiq və düzgün qaydada yerinə yetirilməzsə, bizim digər əməllərimiz də düzgün formada yerinə yetirilməz. Ona görə hər bir müsəlmana vacibdir ki, ibadət etdiyi zaman bütün dini hökmlərə əməl etsin. Çox önəmli bir məsələdir. Peyğəmbər sallavatullahdan gözəl bir hədis var, buyurur: "Əs-salatu amudid-din." Namaz dinin sütunudur, dinin dirəyidir. Məsəluhə kəməsəli amudil fustat. Bu namaz eynən xeymənin sütununa bənzər. İzə səbətəl amudu yəthbutul əvtad vəl-ətnab. Əgər o xeymənin dirəyi möhkəm olarsa, onun mıxı da, ona vurulan mismar da, onun dolanan üzərinə ip də, bütün üstünə atılan hər bir şey möhkəm formada onu tutar. Və izə maləl amudu vənkəsərə ləm yəthbut vətilun və la tunubun. Amma əgər deyir ki, onun sütunu möhkəm olmazsa, nə onun mıxı ya mismarı möhkəm tutmaz və ip də möhkəm saxlamaz. Əgər əmud möhkəm olmasa, bu ya sınar ya da əyilər o tərəf bu tərəfə. Ona görə bir xeymənin möhkəm saxlanılmasında o həmən dirəyin, sütunun çox önəmi vardır. Namaz da bunun kimidir. Əgər namaz möhkəm olsa, bizim bütün əməllərimiz möhkəm olar, dəqiq olar. Amma bizim namazımıza xələl gələrsə,
düzgün qaydada qılınmazsa, o an bizim namazımızdan əlavə digər əməllərimiz də problemli olar. Bəzən sual olunur, deyirlər ki, bu hədis 1400 il bundan qabaq, Peyğəmbər salavatullah o dövrlər xeymə var idi, xeyməyə işarə edir, bugün müasirli idi. İnkişaf dövrüdür, bugün məgər xeymə istifadə olunur, bu misalı vurursunuz. Bəzən bu misalı gətirirsiniz və bugünkü dünyada. Amma biz belə baxanda buna belə cavab vermək olar. Əvvəla bu bir misaldır. Xeymə dedikdə 100% xeymə nəzərdə tutulmur. Bu misal ünvanındadır. İkincisi isə bu günləri biz elə fikirləşməyək ki, sütunun önəmi yoxdur. O dövrlər xeymə idi, indiki dövrdə böyük binalar, villalar. Gəlin baxaq, xeymədən əlavə bu günləri binaların müasir tikilmiş uca mərtəbəli binalar məgər sütun saxlamır. Sütun bəzən mümkündür, ola bilsin, daşdan olsun, betondan olsun, bəzən də mümkündür ki, dəmirdən olsun. Sütun sütundur. Orada məqsəd fəqət o sütun, yəni o dirək, əslində o ağacdan demək məqsədi deyil, dirək mənasındadır, sütun mənasındadır. Bu betondan da ola bilər, dəmirdən də bugün uca mərtəbəli binalar tikirlər, 100-dən artıq mərtəbəli binalar tikirlər. Amma o binaları da yenə saxlayan həmən sütunlardır. Bir evin sütunu olmazsa, o evin nə qədər bəziyərsən, çox gözəl tikəsən, sabah əgər bir yüngül zəlzələ olarsa, həmən binanın aradan getməsi labüddür. Mütləqdir ki, o aradan gedəcək. Əməlimiz də bunun kimidir. Əgər bizim namazımız yaxşı qaydada olmasa, digər əməllərimiz də həmən binaya bənzəyir. İkinci məsələ isə bizim müqəddəs hədislərimizdə namaz müminin nişanəsi adlandırılıb. Müminlik nişanəsi. Baxın, Peyğəmbər salavatullah buyurur, Alamul iman əs-salat. İmanın nişanəsi həmən namazdır. Əgər bir şəxs istəyirsə mümin olsun, imanlı şəxs olsun, mütləqdir ki, o insanın ibadəti olmalıdır. Çox təəssüf ki, bugün bəzi firqələr var, sufi məsləklər var ki, ibadətsiz, namazsız görürsən ki, özlərin iman sahibi adlandıraraq təkamülə çatmaq arzusundadırlar. Bəzi sufilər var ki, ibadət etmirlər. Bəzən hətta iddia edirlər, deyirlər ki, soruşanda ki, niyə namaz qılmırsan? Sən ki, özvü arif, böyük sufi bilirsən. Buyurur ki, Əli məsciddə, məsələn, Əli namaz üstündə zərbətlənib, biz namaz qılmırıq. Və yaxud filan o qədər bəhanələr gətirirlər və yaxud buyururlar ki, biz elə bir məqama çatırıq, məqama çatdıqdan sonra artıq bizim mürşidlərimiz bizə deyir ki, da artıq sizin üzərinizdən ibadət namaz götürülüb. Amma da fikirləşmirlər ki, həmən şəxs Əlinin ardınca gedirsə, İmam Əli son ömrünün axırına qədər hətta namaz üstündə zərbətləndi. Məsciddə zərbətləndi. Əlidən nə qədər kamil olsun üstün ola bilməzsən ki. Əgər namaz kamillikdən sonra insanın öhdəsindən götürülərdisə, onda İmam Əlidən çoxdan götürülmüş olardı. Amma İmam Əli əleyhissalam ömrünün son anına qədər ibadət elədi. Odur ki, hər bir şəxs istəyirsə mümin olsun, iman sahibi olsun, ibadətsiz, namazsız mümkün deyildir. Müminlik nişanəsi, iman nişanəsi biri namazdır. Namazın əhəmiyyəti barəsində isə digər bir məsələ isə, üçüncü məsələ, İslamın bayrağı adlandırılıb hədislərdə. Peyğəmbər salavatullahdan belə bir gözəl hədis var, buyurur, Alamul İslam əs-salat. İslamın bayrağı simvolunu daşıyır namaz. Namazsız İslam dini ola bilməz. Harda olursan ol, namaz qılmalısan, işin var, qılmalısan, xəstəsən, qılmalısan, döyüş anındasan, düzdür bunların şərtləri var.
O məhdud formada olanda insan başqa formada qılmalıdır, döyüş anıdır, ayaq üstə qıla bilər və yaxud xəstədir, uzandığı yerdə qıla bilər. Bunun şərtləri fərq edir. Amma bizim məqsədimiz namaz məfhumu, namaz anlayışıdır ki, harda olursan ol, namaz insanla bərabərdir. İnsan onu son anına qədər onu icra etməlidir, namaz qılmalıdır. Baxın, bir dənə misal deyim. İmam Əli əleyhissalam döyüşün qızğın vaxtında, öz dövrünün döyüşlərində, döyüşün qızğın anında gəldilər, xəbər verdilər, ya Əli, namaz vaxtıdır. İmam Əli əleyhissalam dedi, döyüşü saxlayın, azan verilsin, namaz qılınsın. Bəzi səhabilər dedilər, ya Əli, döyüşün qızğın vaxtıdır, bu vaxtı namaz vaxtı deyil. Biraz döyüşək, sonra namaz qılarıq. İmam Əli əleyhissalam buyurdu ki, mən elə o namaz üçün vuruşuram mən. Yəni, İslam simvolu, İslamın bayrağı elə namazdır. Mən elə o namaz üçün vuruşuram. Və o namaza görə vuruşuram ki, hətta canım fəda olsa belə də, o namaz yaşasın. İmam Hüseyin əleyhissalam da bunun kimi Aşura günü 2 rəkət namaz qıldı, xof namazı, amma yenə də döyüşü saxladılar. Döyüş anında onun nə qədər səhabələri kənarında bir neçəsi İmam namaz qılmaqdan ötürü neçəsi şəhid oldu orada. İmamın özünə nə qədər ox yarası dəydi, amma yenə də o namazı tərk etmədi imam. Odur ki, namaz əslində İslamın bayrağıdır. Düzdür, İmam Əli əleyhissalamla Peyğəmbərin döyüşləri fərq edir. Peyğəmbər müşriklərlə, kafirlərlə vuruşurdu. İmam Əli əleyhissalam münafiqlərlə vuruşurdu. Hər ikisi əməli baxımından birdirlər. Amma zahiri baxımdan fərq edir. Müşrik kafirin fərqi budur ki, kafir həm dildə iddia edir ki, mən dini qəbul etmirəm, Allahı qəbul etmirəm, həm də ki, əməldə onun əleyhinə çıxır. Amma münafiqin fərqi budur ki, münafiq əməldə bunu qəbul etmir, qəlbən qəbul etmir, amma zahirdə İslam dinin iqrar edir ki, güya mən müsəlmanam. Həqiqətdə münafiqin İslam dininə vurduğu zərbə kafirdən, müşrikdən də daha çox olmuşdur. Digər bir məsələ isə, 5-incisi isə, biz hədislərdə namazın əhəmiyyətinə biz baxanda görürük ki, namazın başqa əməllərin qəbul olmasına təsiri. Axirət aləmində bilirsiniz, digər əməllər də namaz barəsində, digər əməllər barəsində soruşulacaq. Odur ki, Həzrət Peyğəmbər salavatullah buyurur ki, namazın qəbul olması ilə digər əməllər də qəbul olar. Peyğəmbər salavatullah buyurur, əvvəl mə yuhasabu bihil abdu əs-salat. Axirət aləmində birinci hesaba çəkilən əməl namazdır. Ondan sual olunar, فَاِنْ قُبْلَتْ قُبْلَ مَا سِوَاهَا. Əgər namaz qəbul olsa, digər əməllər də qəbul olar. وَاِنْ رُدَّتْ رُدَّ مَا سِوَاهَا. Əgər o qəbul olmasa, digər əməllər də qəbul olunmaz. Yəni, namaz bu qədər əhəmiyyətlidir ki, əgər bir şəxsin bu dünyada qıldığı namaz qəbul olunarsa, axirət aləmində digər əməlləri sual olunar və qəbul olunar. Nə qədər bu dünyada yaxşı əməl etsə belə, əgər namazı yoxdursa və yaxud namazı qəbul olmazsa, o şəxsin axirət aləmində digər əməlləri qəbul olunmaz. Bəzən burada bir şübhə var, sual edirlər ki, deyirlər ki, əgər bir şəxs namaz qılmasa, amma digər çoxlu xeyirxah əməllər etsə, siz ki iddia edirsiniz, Allah Taala ədalət sahibidir. Bəs bu necə ədalətlə üst-üstə düşür ki, bu qədər fəqir füqaraya kömək edib, ihsan edib, yaxşılıq edib, yol çəkib, məktəb tikib, məsələn, xəstəxana tikib, nə qədər borcunun borcunu ödəyib, amma namazı olmayıb. Bu qədər yaxşılıq edib, bunun əməlini Allah Taala qəbul etməyəcək. Cavab bundan ibarətdir ki, bəli, bizdə deyirik Allah ədalət sahibidir. Allah Taala heç kimin etdiyi zəhməti cavabsız qoymaz. Amma Allah Taala hər bir insanın etdiyi əməlin cavabını ya bu dünyada verir, ya axirətdə verir. Əgər bir şəxsin ibadəti, namazı olmazsa, yaxşı əməllər edərsə, Allah Taala onun əməlinin cavabını və savabını verər, amma bu dünyada. Ya onun malın artırar, ya onun canına səlamətlıq verək
və yaxud onun son anda həmən şəxs can verərkən rahat canın alar. Amma axirət aləmində onun digər əməlləri ona fayda verməz. O şəxsin əməlləri axirətdə fayda verər ki, namazı olsun və namazı qəbul olsun. Bəli, dəyərli izləyicilər, bugünkü verilişimiz sona çatdı. Allah Taala bizləri həqiqi namaz qılanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.